Evet ki İsmail ad gününe hazırlaşıram, vloguna başlayıram. Bugün gedirəm İsmail'e tort pişirəcəm, özüm hazırlayacağım. Gedəm aynen almağa. Neyse, bu dəfə İsmail ad gününe yaşlı hazırlaşa bilmədim. Həmişə bir ay qabaqcadan hazırlaşıram. Ama indi axırıncı son günə saxlayıram hər şeyi. Mesela planlar da istədiyim kimi olmadı. Onun üçün əslində ad gün keçirməyəcəm. Sadəcə video çəkəcəm. İsmail videosu, yaş videosu. Bir də dedim uşaqda tortsuz olmasın. Ona görə əslində etimci gələcəkdi, jalet falan gələcəkdi. Tort da jalet pişirəcəkdi, amma uşaqlar xəstədir. İsmailin də hal-hazırda qızdırması var. İsmail xəstədir, Amir xəstədir. Eltim gedəndə Səma xəstədir. Ona görə sonra keçirmirik. Uşaqlar inşallah sağalar, sonra bir araya gələr. İndi gedirəm. Bugün ayın 15-dir. Sabah İsmail ad günüdür. Gedirəm tort. Aynen alma. Tort pişirəm İsmail. Gecikmişəm. Çörək çatdıracağım. Tezdən. Gəldim Şamalım İsobəyə. İsobəyimizin 3 yaşı olur. Bunu alıq. 2 də varım evdə. Dən konsept düşünmüşəm. Onu çəkmək istəyirəm. Belə xana, gəldim evə. İndi 5 yumurtanın sarısını ağın ayırdım. 150 qram şəkər tozunu, yarısını sarıya qatacağım, yarısını ağa qatacağım, eləyəcəm. Tam çəkməyəcəm, istəsəniz reseptdə altda yazarım. Çünki mən tez başlayıb eləyim ki, vaxtım azdır. Deməli xana, burada 5 yumurtanın sarısı, 75 ml su, bir də 150 qram şəkərin yarısını əlavə elədim. Bu sarısını çırpdım. Daha sonra burada da 5 yumurtanın ağı var. İndi bunun üzərinə bir çimdik duz, bir də bu qalan şəkər tozunun yarısını indi əlavə edib çırpacağım. Sonra quru məhsullar demişim. Yəni orada qrama qram deyiblər deyə. Mənim də mətbəx tərəzim olduğu üçün mətbəx tərəzim buradadır. Hamısını millisinə, qramına kimi hamısını ölçdüm. Tərəzim görsənmədə. Hamısını millisinə, qramına kimi ölçdüm. Elə eləyirəm ki, görüm necə alınacaq. İnşallah yaxşı alınar. İndi yumurta sarımı da çırpım. Köpürənə kimi çırpım. İndi gəlirəm. Belə tam qatlaşana kimi dayanmırsınız. Baxın. Belə çevirirsiniz, tökülmürsə deməli hazırdır. İndi quru malzemədə də burada da 100 qram un, 25 qram kakao, vanil falan. Onların tam açıqlamada yazaram neçə qramdır. Yəni TikTokda gördüm, çox bəyəndim o qızın reseptini. Ona görə ondan eləyirəm ki, görüm necə alınacaq. İnşallah yaxşı alınır. Üzüm qara çıxmasın qarşınızda. İndi yumurta ağımızın içine biraz yumurta sarısını əlavə eləyəcəyik. 3 dəfiyə dedik ki, 3 dəfiyə eləyəcəyik. Biraz da quru malzemədən qatıb yumurtaları köpürtmədən yuxarıdan aşağıya belə qarışdıracağıq. Bu yumurta ağı sönməməlidir. Sönsə pışını olmayacaq. Bir də elə bilirəm ki, tam un içində həll olmur. Onun üçün indi qalan sarını da əlavə edəcəm. Bir dəfəyə də əlavə edərəm. Bir dəfə də biraz belə qarışdıraq. Belə şeylər incəlikdir, səbir. Mənim də səbrim olmadığına görə hər şeyi tez tələsik eləməyi sevdiyim üçün
çox ürəyim sıxılır belə işlərdə. İstəyirəm ki, tez-tez edeyim. O da ki, tez-tez alınmır da. Görək yavaş-yavaş səbirlə edərsiniz bütün işinizi. İnşallah yaxşı alınar. Əslində şirtdirərdim də sadəcə İsmail'e ait hər şeyi özüm eləməyi sevdiyim üçün ona görə dedim ki, qoy özüm eləyim. İnanın eyni qiymətə gəlir çıxır elə adamın üstünə. Amma mən hazır krem eləməyəcəm də, özüm pişirəcəm kremi də. İçinə vurulan kremi, üst kremini falan. Görə necə alınacaq? İnşallah yaxşı alınır. Belə, qabımızı da hazırladıq. Bunu da belə indi tökürük. Bismillah. Haydi. Geldi cicim. İşte, indi aparam qoyam pişsin. İndi içinin kremini hazırlayıram. 500 ml süt lazımdır bizə. Uy, çox getdi. Hə, pişirim. Hə, bəsdir. Mama. Pişirəm aşkım hələ, gözləmə. 5 yumurta İsmail tökməsəydi. Burada şəkər, un, nişasta, kakao var. İndi yumurtanın üzərini əlavə edib qarışdıracağım onları. Belə, qoyuram qazın üstünə indi bişməyə. Qatılaşana kimi bişirəcəyik və qarışdırmağı dayandırmamalıyıq. Belə, artıq qatılaşır gördüyünüz kimi. Burada da 100 qram şokolad, bir də 35 qram yağ var. Bunu belə qarışdırırıq. Üstü göz-göz olana kimi. Belə götürürük. Sonra da şokoladı, yağı əriyənə kimi tam qarışdırırıq. Deyək qutardı. Belə, indi də üzərini qəşəng bağlayırıq ki, qaysaqlamasın. Qoyuruq xaladenikə soysun. Diş çöpü batırırıq. Baxın, pişib. İndi bunun altını çıxardacağım. Biraz yanıb elə bilirəm, çünki duxovka pisdir. İndi bunu çıxardım, soydum. İndi üstünə kreması üçün için elədik. İndi üst kreması üçün burada 85 qram yumurta ağı var. Yəni 125 qram da pesoq. Bunu indi barmer üsulu qazın üstündə əriyənə kimi qarışdıracağıq. Belə bir şey alındı. Bu da yenə qarbəyaz kimi olur. Sonra da 240 qram yağı əlavə edəcəm yavaş-yavaş. Bir də ağ damla şokoladım var. Onu da əridib üzərinə əlavə edəcəm. Belə, bu kremimiz də belə hazır. İndi bunu qoyacağım. Xaladenikə bu da donsun. Prosto rəngi sarı oldu. Deyin niyə? Çünki mənim yağım yaxşı yağ deyildi. Ona görə belə sarı aldım. Amma tam tərkibli çörək yağı alsanız sarı olmayacaq, ağ olacaq. Bu da biskvitim. Biraz balacanım da çox şişmədi. Bilmirəm niyə mənim biskvitim şişmir. Qəşəng streçim yoxdur. Streçləmək lazımdır. Streçim yoxdur. Aytacın daldan səsi gəlir. İnşallah səsim gələr. Ona görə pingvin kloka qoyacağım. Bunu da qoyacağım xaladenikə. Hazır. Bir də gecə yığacağım. Hələlik qalsın, biraz xaladenikdə soyusunlar. İçərisinə də belə damla şokolad aldım. Birazını qatdım onların içine. Yarısı qaldı. Onları əlavə etdim. Qoz aldım. Bir də banan. Bu üçün qatacağım içərisinə də. İndi keçim mətbəxi yığışdırım. Oy. Yenə bir şey eləyən kimi mətbəx köçür də. Baxın. Hər nəsə. Başlayaq, yığışdıraq. Belə xanımlar bitirdim. Qabları da yudum.
Çoxdan da bu qədər çox qab yumurdum, yudum hamısını yığdım əlimdə. Dedim, inansınız bunların hamısı artıq, hamısı da torta pişirdiklərimdir ancaq onun üçün bu tort pişirənləri çox belə alqışlayıram da. Bu qədər qablı şeylərlə buraları yığışdırmamışam. Amir abi gedim, Amirə baxım gəlirəm. Belə. Bisküvitimi falan hazırladım. İlə indi gedirik İsmailə hədiyyə almağa. Sağ olsun eğiticiyimcə gələ bilmirlər. Yəni İsmailin hədiyyəsidir. Dedi getmək. Görsən verərmiş mən. Gedirəm həm özün hədiyyə alım, öz adıma həm də eğiticiyim. Sağ olsun. Onun da adına hədiyyə alacağım. İsobəyə. Gedək görünə tapır. Belə İsmail indi yat istərdim onun üçün. Gəldim otağı bəziyim. Bunları eləyəcəm. Şarımız da bu rəngdədir. Bir də bunu aldıq İsmail bəyə. Matıcım aldı bunu. Sağ olsun. Bir də biz də atası, anası olaraq da biz də bunu aldıq. Bu sonra belə robot olur. Gedir sonra robotu çevirir. Nəsə belə bir şey idi. O qarada bax oradan, biraz yuxarıda. Üstə o qoymayacaq uş görsənsin, yuxarı qaldı. Görsəni, keçən il dedi, yanda deyil ki aşağı vurmuş. Asıl biraz yuxarı vur. Altından vur, biraz bayrağın altından, yuxarı. Altından, bayraq qoy üstə. Bax elə oradan. Buraya yapıştıralım. Hə. Belə özəl günlərdə çıxan stol, çünki qırılır. Çox pis materialı var, baxın, bunlar falan da çox qırılır. Ona görə çox işlətmirəm. Məndən çox soruşursunuz ki, alaq, link göndər, amma yəni yaxşı bir şey deyil də. Tez qırılan bir şeydir. İsmailin də əlində dəhşət dayanan bir şey deyil. Adi belə göstərin, baxın. İndi qaynam onu düzəltməyə çalışır, görürsünüz, belə olur. Şurupları çıxır, bu qırıldı belə. Heç eləməz, sadəcə İsmail bunu biraz itələmişdi. Xalçanın üstündə, o xalçanın üstündə yaxşı getmir deyə elə də qırıldı ayağı. Düzdür, İsmail biraz vəhşidir, vəhşi kimi istifadə edir, amma yenə də yəni uşaq üçünsə bu biraz elə materialdan olmalıdır ki, uşağa dözsündür, amma dözmədi. Bu biraz heç olmasa yaxşıdır. Oturacağı vəbşi bərbad gündədir. Oturacağı bu belə çatdadır. Buralar görürsünüz, bunlar da pisdir, buraları yeyilib eləyir. Belə, divarımız da belə alındı. Burada qoyduq hədiyyələrini. Səhər duranda görər. Belə xanlar. Sab işdə durmuşam. Bisküvitimi belə kəsdim. Kremlərimi də ayırdım. İndi tortumu yığım. Tortumuzu yığım. Daha sonra bəzəyəndə yenə çəkərəm. Belə xanlar, tortumu yığdım. Başlayıram sıvamağa. Bu şəkillərdə kəsdim, qoydum bura. Tez sıvayım. Koyum xaldayınca biraz donsun. Yəni, bilməm, sən gəl. Acının mübarek aşkım. Geçeydi. Geçeydi.
Gel dur orada. Orada dur. Orada dur. Şamı üfürey. Maşını vereceğim. Yavaş. Bir şey değilsin. Bana sen matı aldı ya. Bibi aldı o sana, matı bibi. Gel dur orada şamı. Ortada değil. Ha, orada dur. ortada. Ha. 1, 2, 3, 5. Valla sen de Ertan üstün. Deden çok sağ ol İnci. Dede. Çok sağ ol dede. Aya. Aslında dönde biz almıştık. Ben çıkalım. Muştanım var, muştanım. Aşkım. Şanşiyani. Acının mübarek. Acının mübarek. Acının mübarek. Alın. Sen artık Işığı çok yandı bir da, al şey değil mi? Bunu itibar tutun. Işığı yandı sonra. 1 da 8. Gel. Al senin geline. Ağızdan söyle. Ha ne bu? Gelmez abi. Sen de başını tortun üstüne bir de ben yurda yesin de. Ya bu birinci bacıya. Ha, sonra sana. Aferin. Aferin, Sağ ol. aferin qaqama. Almışlar. Böyük kişi olsun qaqam. Böyük kişilərdən